Salam dostlar, bu dərsimizdə digit funksiyası haqqında məlumat verəcəyik. Deməli, digit funksiyası hər hansı kriteriyalara uyğun olan göstərdiyimiz sütunda məlumatın əldə edilməsinə xidmət edir. Baxın, yazıram bərabərdir digit. Bizdən database funksiyası, database istəyir. Verilənlər bazasını ötürür database kimi ona. Field olaraq deyirəm ki, maaş sütununu əldə edir. Amma baxın, burada mən kriteriyamı elə verməliyəm ki, həmin kriteriya görə bir nəticə əldə edilsin. Məsələn, əgər mən burada bu şəkildə kriteriya ötürsəm, baxın, bizə number xətasını verəcək. Bu o deməkdir ki, bizim burada, baxın, belə izah edeyim, Ağdaş sütununda və baxaq şərti necə vermişdik. Ağdaş filialında, biz demişik ki, Ağdaş filialında olan işçinin bizə maaşını qaytar. Baxın, Ağdaş filialında 3 adam işlədiyinə görə, 4 adam işlədiyinə görə bizə bir xanaya bu məlumatları sığdıra bilmir. Amma biz desək ki, Bakıda işləyən işçinin mənə maaşını qaytar, yəni Ağdaşın yerinə Bakı yazsaq, çünki burada bir nəticə var, Bakı yazıram, onda bizə 783 nəticəsini qaytarmış olacaq. Baxın, həqiqətən də 783 olduğunu görə bilərik. Dolayısıyla bu bizə necə kömək ola bilər? VLOOKUP funksiyası istifadə eləmişdik. Bir növ onun alternativi olaraq istifadə edə bilərik. VLOOKUP nə idi? Deyək ki, mən yazmışam bura Bakı. Gəlin elə bura istinad edeyim, bu xanaya istinad edeyim. Yazıram bərabər və yazaq VLOOKUP. Qarşılığı görünsün. Yazıram bərabərdir VLOOKUP. Deyirəm ki, Bakını axtar. Axtarır. Baxın, deyirəm ki, filiallar və onların maaşını göstər. İkinci sütundakı məlumatı qaytar 0 və bizə 783 nəticəsini qaytardı. Və təbii ki, biz burada bir neçə kriteriya qeyd etmək istəsək, VLOOKUP-da uzun bir funksiya yazmalıyıq, amma digitdə bunu asanlıqla həyata keçirə bilərik. Həmçinin də manual şəkildə burada idarə edə bilərik. Bu digit funksiyasıdır. Düşünürəm, bu da faydalı funksiyalardan biridir. Növbəti dərsimizdə get pivot data funksiyası haqqında məlumat verəcəm. Hələlik.